Ya Allah, selamun aleyküm izleyiciler. Amerika'dan olan sifarişin qablaşdırılmasını görürsünüz. Göndərmək üçün elə qablaşdırırıq ki, qırılmasın. Düzdür, bu sifariş artıq çatıb, sağ-salamat çatıb. İkinci sifarişimizdir, xaricə göndəririk. Birinci Almanya olmuşdu, bu isə Amerikadır. Müştəri artıq bu saatı götürüb. Gördüyünüz kimi qupqada lazerdən yerləri kəsirik. Hər bir detalın öz yeri olur ki, qırılmasın. Hər bir cərgədə altdan və üstdən bütöv masalkadan, qupqadan qoyuruq ki, bir-birinə nə sürtünməsin, nə dızılmasın, nə qırılmasın. Kutunun özünü taxtadan hazırlayırıq. Saatda o istənilən model Husky saatdan istənilir. Böyüklük, kiçiklik saatın modelindən asılıdır. Burada Quran ayəsindən olan saatdır. Şübhəsiz ki, biz Allahdan gəldik və ona dönəcəyik. Bunun Quran ayəsinin özü 1.20 olduğu üçün qutu da uzundur. 1.22-dir qutunun uzunluğu. İndi qablaşdırılma qutarandan sonra biz bunu post vasitəsilə ekstra göndərişlə, yəni tez satma ilə göndəririk. Cəmi bir həftə 10 günə Amerikaya çatır. İnşallah ki, müştəri paylaşar, videosunu alıb açanda paylaşar, videosunu biz də sizlə paylaşarıq, bizə göndərər videonu, biz də sizlə paylaşarıq. İnşallah artıq qablaşma bitir. Trafaretdə gördüyünüz kimi göndərmişik ki, sadə qurmaqda rahatçılıq olsun. Əssalam, qablaşmanı bitirdik. Bu qədər. Bütün xarici ölkələrə göndərmə imkanımız var. Buyurun, sifarişlərinizi hər bir yerdən gözləyirik inşallah.